Hər bir müsəlman bidətə qarşı şiddətli olmalıdır. Və həmçinin də bidətçilərə və xüsusən də dəvət eləyənlərinə, təbii ki, onlar da fərqlənir. Onlar hamısı bir gözlə baxmaq düzgün deyil. Ən dəhşətliləri xavariclərdir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem onlar barədə danışıb, baxmayaraq, özü deyib, ümmətim 73 yeri bölünəcək, ancaq əsasən xavariclərdən danışıb. Və bu onu göstərir ki, necə təhlükəli bir fikirdir, təhlükəli firqədir və xavaric şərt deyil, xaric sözündəndir təbii ki, şərt deyil, hakimə qarşı çıxan olsun. Hətta fikir varsa artıq xavaricdir. Ona görə hələ xavariclərə deyirlər qaədə, oturaq xavariclər. Özləri çıxmasalar da amma fikirləri var. Və birinci də fikir başlayır. Və ən birinci xavaric fikirlə xavaric adlandırıldı, fikrinə görə. Zülxüveysira Peyğəmbər sallallahu aleyhi ve sellemə dedi ki, adil ol. Və birinci fikir olur, sonra əməl. Əməldən qabaq birinci fikir olur.